5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə İsmayıl rayonunda təntənəli tədbir keçirilib. Tədbir Elm və Təhsil İşləri Həmkarlar İttifaqı, İsmayıl rayon komitəsi, İsmayıl rayon icra hakimiyyəti və İsmayıllı təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə iştirakçılar ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi düzüblər. Daha sonra tədbir İsmayıllı şəhəri Talıstan liseyində davam etdirilib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən İsmayıl rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov müəllimləri bu əlamətdar gün münasibəti ilə təbrik edərək onların çətin, lakin şərəfli fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, xalqımızın milli düşüncəsində müəllimlik peşəsi həmişə yüksək mənəvi dəyərlərlə, ziyalılıq və ucalıqla assosiasiya olunub. Çıxış edən digər natiqlər, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıl rayon komitəsinin sədri Hafiz Kərimov, təhsilin inkişafında qazanılan uğurların Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıblar. Sonda təhsilin inkişafında xidmətlərinə görə bir qrup müəllimə fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Beynəlxalq Müəllimlər Günü Respublikamızın hər bir təhsil müəssisəsində təntənəli şəkildə qeyd edilir. O cümlədən İsmayıl rayonunda da bu gün İsmayıl rayonunun təhsil işçilərinin uğurları demək olar ki, çoxdur. Respublika Təhsil Nazirliyinin elə bir müsabiqəsi yoxdur ki, İsmayıllı təhsil işçiləri orada uğurlu nəticə göstərməsin. İlin təqdimatı və digər müsabiqələrdə qalib gələn müəllimlərimizi biz bu həmin tədbir günündə təbrik eləmişik. Tədbir məktəblilər tərəfindən hazırlanmış konsert proqramı ilə başa çatıb.